Bir çox insanın hədəflədiyi təhsildən də bugün danışmağa yığışmışıq və sabahınız xeyirli olsun. Əziz Sağlam Radionun Sağlam Təhsilin dinləyiciləri, maraqlı bir qonaqla bugün sizi tanış eləyəcəm. Doya-doya həqiqətən də qulaq asacağıq bu xanıma və eyni zamanda digər xanımımız da var studiyamızda. Dediyim kimi, bir çox insanın hədəflədiyi təhsildir və təhsilə gedən yolda da müəyyən mənada insanın bəzən uğur qazanması da asan da ola bilir, çətin də ola bilir. Amma deyim ki, bu çətinliklərin öhdəsindən gəlmək və məqsədlərimizə çatmaq üçün həm də özümüzün axı vacib bir keyfiyyətlərimiz olmalıdır. İndi olmalıdır, yoxsa hər bir insanda bu keyfiyyətləri üzə çıxaran insan lazımdır. Ona görə də biz studiyamıza bugün dəvət etmişik. Dediyim kimi, çox maraqlı bir xanımı, Sən bir layihəsinin, Sən birsən hətta layihəsinin təsisçisidir. İxtisasca həkim cərrahdır, əgər bilmək istəyirsinizsə Fəridə xanım Quluzadəni və bugün studiyamızda həm də World Karyer və Peşə Mərkəzinin direktoru Nərmin xanım Mustafayeva da var. Salamlayıram, hər ikinizi xoş gəlmisiniz. Təşəkkürlər. Salamlar. Necəsiz xanımlar? Möhtəşəm. Mən artıq o enerjini aldım Fəridə xanım sizdən. Amma istəyirəm ki, dinləyicilərimizə də bu enerjini ötürəsiz. Sizi yaxından tanımaq istəyirik. Deməli, layihənin adı Sən birsən. Bunun ətrafında biraz çox düşündüm. Yəni burada söhbət, yəni sən konkret təksən, ona görə özün hər şeyi bacarmalısan, yoxsa sən tək olmaqla doğrudan da çox şeyin öhdəsindən gələ bilərsən, burada heç kəsin bəlkə də köməyinə ehtiyac duymaya da bilərsən. Layihənin adından başlayaq və daha sonra artıq sizi yaxından tanıyaq. Başlayaq. Hamını salamlayıram. Mən Fəridə Quluzadə. Təhsil olaraq dediniz ki, həkim cərraham və ömür boyu da həkim cərrah kimi işləmişəm dövlət müəssisəsində. Amma işləyərkən də hər dəfə insan öz potensialını hiss eləyir. Hər zaman hiss eləyirdim ki, daha çox eləyə bilərəm. Bu hiss məni həmişə narahat edirdi ki, burada eləyirəm, amma daha çox insanlara bir faydam toxuna bilər deyə düşünürdüm, hiss eləyirdim. Niyə başlamırdım, hərəkətə keçmirdim? Çünki fikirləşirdim ki, əgər kiməsə nəsə eləmək istəyirsənsə də, sənin bir resursun olmalıdır, sənin bir nəsə, kimlərsə olmalıdır, nəsə olmalıdır və bu məni saxlayırdı. Sonra günlərin bir günü düşündüm ki, bir dəqiqə, mən olan yerdə niyə mən kimisə gözləyirəm? Halbuki savadım, özüm, gücüm ona yetər, amma mən kimisə gözləyirəm. O an başa düşdüm ki, gözləntilərim səhv idi. Ümumiyyətcə, gözləntilərim özümdən olmalıdır və bu məni hərəkətə keçirtdi. O gündən bu günə elə hərəkətdəyəm. Samirə xanım, deməli, layihənin adı çox gözəldir. Layihənin adı haqqında o qədər düşündüm ki, çünki ad o qədər önəmlidir hər yerdə ki, ad bir təməldir. Ad bir həm fərqi yoxdur, marketinq strategiyasıdır və s. Ad həm mahiyyəti göstərməlidir, həm kimə hədəflənir, bu proyekt göstərməlidir. Həm də bir sloqan kimi olmalıdır, insanı belə həvəsləndirməlidir. Mən sevdiyim alındı da. Alındı mı? Bəli. Məndə alınmadı, amma nəyə görə bu adı mənə bağışlayan, bizə bağışlayan Teymur Məmmədovdur. Ona buradan təşəkkürümü bildirirəm. Möhtəşəm copywriter deyim, sözlər müəllifimi deyim. O, yəni böyük bir marketoloqdur. Və gördüm ki, məndə ad gəlmir. Ad alındıra bilmirəm. Zəng elədim ona, sağ olsun. Çox dinlədi biraz məni ki, mahiyyətdən danış, nə eləmək istəyirsən. Deyirəm ki, bir insanı uğura çatdırmaq istəyirəm, ona başa salmaq istəyirəm ki, heç kimi, heç nəyi gözləməsin. Nə lazımdır, onda var. Və o adı o bizə verdi. Demək ki, bu layihə elə belə yaranmayıb. Mən sizi yaxından nəyə görə dedim ki, tanımaq istəyirəm. Ümumi cərrah kimi çalışırdınız, kifayət qədər də əməliyyatlarınız var idi, hər şey uğurla davam eləyirdi. Birdən-birə Fəridə xanımın niyə ağlına gəlsin ki, mən ərizəmi yazıb işdən çıxmaq, yəni qərarını almalıyam, çünki mən daha yaxşı şeylər haqqında düşünürəm və daha da uğur qazanmaq istəyirəm. Doğrudan da işdən ərizə yazıb çıxdınız, yoxsa paralel olaraq hələ ki? Deməli, ilk
öncə Elə bir boşluq yaşandı sizdə. Samira xanım çox gözəl gəldiniz. Psixologiya tərəfiniz çox güclüdür. Bəli. İlk hər şey boşluqdan başlayır. Boşluq insanın həyatında bu elə belə bir əlamət deyil. Bunu biz belə biraz yüngül baxırıq bu əlamətə ki, boşluq olur da, yox. İnsanın həyatında, hissiyatında bir boşluq varsa da deməli ya yeni bir yola çıxmalıdır, ya onda var olan potensialı tam istifadə eləmir. Və o təkan verir o boşluq ona ki, onu doldur. O yola çıx. Bu boşluğu hiss elədim. Dedim ki, yox, bir yola çıxacağam. Yola çıxdım, fikirləşdim ki, nə yolu, kimə? Bir dənə dəqiq bildiyim bir şey var idi ki, insanlara kömək eləmək, insanlara nə isə yaxşıya təkan vermək, o güc məndə var. Belə qəribə bir şey var. İnanın ki, bu adam 40 yaşında artıq bilir ki, nəyi eləyə bilir, nəyi eləyə bilmir. Amma onu dəqiq bilirdim ki, insanlara toxunmaq, onları hərəkətə keçirtmək üçün gücüm var. Bir də ümumiyyətcə insan olaraq indi çox insanlar kvant energiyasına məşğuldular. Hamı deyir ki, pozitiv ol, yaxşı düşün, insanları sev və hamı bunu süni eləməyə başlayır. Amma bir şey yaddan çıxardırlar ki, süni təbii bir məhsulun yanında həmişə zəif olur. Kölgədə qalır, bəli. Bu şübhəsiz bir şeydir və bu mənim pozitiv, hər zaman enerjili, pozitiv, insan sevər tərəflərim məni bu yolda daha da dəstəklədi. Oturdum ki, fikirləşdim ki, insanları uğura çatdıran bir layihə eləyim. Fikir möhtəşəm, çox gözəl, əla. Necə? Bu sual gəldi ikinci. Necəni düşünəndə mənə nə kömək oldu? Siz bilirsiniz ki, həkimlərin maaşları hər zaman aşağı olubdur və mən ümumiyyətcə həkim işləyərkən paralel olaraq araşdırma şirkətində işləyirdim. Araşdırma şirkətində orada marketinq araşdırması, bazar araşdırması var idi. Və burada işləyərkən mən insanları daha da çox tanıdım. İnsanların nə istədiyini, ümumiyyətcə araşdırmanın gücünü orada bildim. 10 ilə yaxın təcrübəm var araşdırmacı kimi. Və bundan da əlavə həkim cərrah işlədiyim yerdə insanların sosial vəziyyəti çətin olan, müxtəlif kateqoriyada, inanın mənə ki, o qədər xəstələrim o qədər sosial qrupların, fərqli sosial qrupların bir insanları idilər ki, artıq onlar nə istəyir, necə düşünür, onlarla bilavasitə gündəlik rastlaşdığıma görə onları çox gözəl tanıyırdım. Və bu yola çıxanda birincisi araşdırma fikirlərimi bir mexanizm düşündüm. İnanın mənə, kabinetə girən çıxan pasientlərdən araşdırmamı başlayırdım. Sən niyə uğurlu olmaq üçün sənə nə lazımdır? Nə çatır, nə çatır? İnan, o araşdırmamı oturaraq, işləyərək başladım. Başladım, layihəmi düşündüm, fikirləşdim, yazdım, pozdum. Hələ də işləyirəm, paralel gedirəm. Çünki təbii ki, işləmək səbəbim birincisi 17 illik həkim karyeraya bir gündə nöqtələmək, bu bir güc istəyir, bir cəsarət istəyir. Həqiqətən də. Bir də biraz bunun bir yöntəmi olmalıdır. Fikirləşdim, düşündüm və bir məqama çatdım ki, artıq gördüm ki, bu yolda bir 10 aylıq bir yol oldu, layihəmi başlayanda və həkim cərrah işləyərək. Gördüm ki, Allah məni çox sınadı. Samira xanım, necə sınadı məni? Layihələr verdim, layihələr keçmədi. İnsanlar tanıdım, insanlar dediklərini eləmədilər. Müxtəlif səbəblərdən, yəni obyektiv, qeyri-obyektiv. Yəni qabağıma ən belə yaxşı olmayan insanlar da çıxdı, yaxşılar da çıxdı, pislər də çıxdı. Amma gördük ki, bilirsiniz necə, onlar məni nə insan sevərliyimdən, nə məqsədimdən heç bir addım çəkindirmədi. Ümumiyyətlə uğur hekayələrinə qulaq asanda məşhurların hər zaman onlara deyirlər ki, ilk vaxtlarda çox çətinliklər olur. Yarımçı qoyub qayıtmaq istəyirsən, bütün hər şeyi atıb getmək istəyirsən, uzaqlaşmaq istəyirsən. Yəqin ki, bu çətinliklər ona görə sizdə də oldu və əsas odur ki, o çətinlikləri necə deyirsiz, aşasınız, yəni Samira xanım, öhdəsindən gələsiniz. Siz çox gözəl dediniz ki, uğur hekayələri fikir verirsiniz ki, bir-birinə oxşuyur. Bəli. Necə ola bilər ki, müxtəlif qitələrdə yaşayan insanların uğur hekayələri biri olsun. Bilirsiniz niyə oxşuyur? Çünki Allah bu kainata, ümumiyyətcə hamımıza bir yol çizib. Bir mexanizm yaradıb ki, insan uğura çatsın.
Allah insanları sevərək, ona dəyər verərək, ona uğura lazım olan nə qədər güc var verərək yaradıb. Və onu yaratdıqca o uğura gedən yolda mexanizmi də yaradıb, hamısını verib. Və bir insan əgər uğur yoluna çıxıbsa, öz qərarı ilə çıxıbsa, məsuliyyətini götürərək çıxıbsa, məqsədini insanın faydasına bağlayaraq çıxıbsa və o yolda Allahın istədiyini insanlara, o faydamı, ona güc verməkmi, onu prioritet götürübsə, çıxıbsa, Allah ona kim lazımdır, nə lazımdır, hər bir şey önünə çıxardacaq. Bunu o qədər məsuliyyətlə deyirəm ki sizə, Samira xanım, bir saniyə şübhəm yoxdur. Çünki bu yolu, bu reallıqda, Azərbaycanda bir vətəndaş olaraq keçmişəm. Onda gəlin biraz da aydınlaşdıraq. Birinci olaraq deməli insana xüsusiyyət olaraq nə lazımdır? İradə, cəsarət, sonra inadkarlıq bəlkə də. Bax, sıralama çox vacibdir. Qarışdırmayaq sıralamanı. Niyə görə? İlk olaraq insana var olan gücünün fərqinə varmaq lazımdır. Mən nə qədər güclüyəm? Var olan gücün. Baxın, Allah insanlara güc verməsəydi, nə Fəridə Quluzadə, 55 dənə Fəridə Quluzadə heç bir insanı uğura çatdıra bilməzdi. Ya da çatdırardı çox az qismini, disiplini olan və s. Amma Allahın var olan gücündən ona xəbər çatdırmaq, onu təkama, onu hərəkətə keçirtmək, o asan bir şey. Var olanın üzərindən gedərək. Ona görə mən belə rahatam. Ona görə mən layihəmi düşünmədən ərzəmi yazdım, çıxdım. Ona görə bu yola çıxdım. Çünki Allah hamıya o gücü verib. Mənim işim nədir? Mənim işim onlara o fərqindəliyi çatdırmaqdır. Mənə asandır bu yol. Niyə asandır? Sizə deyim. Çünki insanlarla mən çox işləmişəm. Ən savadından asılı olmayaraq, maddi vəziyyətdən asılı olmayaraq, hər bir insanın pulu az ola bilər, imkanları az ola bilər, amma hissiyatı güclüdür. O qarşındakı insanın ona uğura çatdırmaq məqsədi qoyan belə insanın niyyətini, hissini, onun ürəyini hiss eləyir. O, əgər görsə ki, qarşındakı sadəcə məqsədi bir şablon olaraq qoyub, ya pul qazanmaq üçün, ya özünə ad çıxartmaq üçün qoyubsa da, o adam ona inanmayacaq və hərəkətə keçməyəcək. Amma mən insan sevərliyimi, mən deyəndə layihəmiz, insan sevərliyi önə qoyub, Allahın insanı sevməsini önə qoyub və insana kömək eləməyi önə qoyaraq bu yola çıxdım. Və onu eləməyimdə şübhəm yoxdur. Amma xüsusiyyətləri sadalamadınız ardıcıllıqla. Var olan gücünün fərqinə varacaq. 2. Hal-hazırda vəziyyətdən asılı olmayaraq, maddiyyətdən, resurslardan özü olan yerdə bir hərəkətə keçmək üçün, uğura getmək üçün düşüncələri o yönündə işlədəcək. Düşüncə ki var, pul olmasa da düşüncən ki var, sən ki varsan. Məqsəd var. Məqsədini dəqiqləşdirəcəksən. Gözəl düşünəcəksən, reallıqdan yaxşı düşünmək, reallıqdan qopmaq demək deyil. Reallıqda olaraq gələcəyi qurmaqdır. Gələcəyə inanmaqdır. Hər gün rastlaşdığın problemlərə baxmayaraq, reallığa baxmayaraq, gələcəyə enerjini, fokusunu yönəldib, məqsədini getmək, hərəkətə keçməkdir. Samira xanım, bu sadaladığımda mən qarışıq, ən önəmli nöqtə bilirsiniz nədir? Hərəkət. Hərəkət olmadan heç bir uğur hekayəsi yazıla bilməz. Çətini başlamaqdır. Başlamaq, məqsədi doğru qoymaq və nəticəni hər bugün gözləmədən hərəkətə keçməkdir. Nəticə gələcək. Əlbəttə. Yəni hər bir insanın uğurlu ola bilməsi təbii ki, bugün dediyinizə görə reallıqdır. Hər kəs bunu bacara bilər. Biz Nərmin xanımla da istəyirəm bir danışaq. 13-14 ilə yaxınlaşırsınız ki, artıq təhsil sahəsindəsiz. Nərmin xanım, kifayət qədər də uğurlu bir xanımsınız siz və eyni zamanda dediyim kimi World Career Peşə Mərkəzinin digər icraçı direktoru Aygün xanım və bu sahədə gedəndə sizi də eyni Fəridə xanımın dediyi keyfiyyətlər apardı bu sahəyə, yəni irəliyə.
Bəli, Fəridə xanım səhərdən qeyd elədi, yəni çox diqqətlə qulaq asıram. Aha. Danışığı çox mövzusu çox maraqlıdır. Uğura aparan yolda çox düzgün vurğuladı ki, həqiqətən hərəkət lazımdır. Yəni nə olursa olsun bu başladığınız hər hansısa bir işə başlayarkən şəxsi həyatınızda ola bilər, iş həyatınızda ola bilər. Nədənsə şikayət eləməkdənsə, şikayət elədiyin şeyi düzəltmək üçün çalışmaq lazımdır. Çünki heç bir kəs mükəmməl deyil də. Hər bir işdə, hər bir insanda, hər bir ümumiyyətlə yaşadığımız mühitdə çatışmamazlıqlar, müəyyən çətinliklər ola bilər. Bizim işimiz orada başlayır. Uğuru biz orada, biz uğurlu insanları digərlərindən fərqləndirən əsas cəhət odur ki, digərləri şikayət edəndə uğurlu insanlar səhv görən, çətinlik gördüyü şeyi, düzgün görmədiyi şeyi dəyişdirmək üçün hərəkətə keçir. Geri durmur, sadəcə kənardakı insanların səhvindən bəlkə də necə deyirlər, müdrik kimi davranır da. Bəs riskləri necə gözə almaq lazımdır bu yolda? Yoxsa heç onu yaxından qoymaq? Risklər adamın niyyəti, Allaha bu yolda onun yanında olmağının bu inamı güclü olanda risk sözü mən bir ildir bu yola çıxmışam. Kitabçamda hər şey var. Ulduz var, ürək var, hər şey var, amma risk sözü yoxdur. Aha, demək ki, olmalı deyilmiş. Riski düşünmürsə, baxın, tam güvən budur. Biz bəzən də hər şeydə belə yarımçığıq. Nə barədə yarımçığıq? Allahda inama da yarımçıqlıq eləyirik. Bu tərəfdə inanırıq, bir tərəfdən inanmırıq. Belə olmaz. İnam tam olmalıdır. Məqsədin doğru olmalıdır. İnsana faydan doğru olmalıdır. Niyyətin təmiz olmalıdır və risk yox. Risk bizdən hadisələrdir. Gündəlik bir hadisələrdir. Hadisələr də elə-belə gəlmir. Və təbii ki, bu yolda olacaq o hadisələrdə. Olsun. Bəli, qaçılmazdır. Onlar olduqca Bəli. bizi gələcəyin uğurunda risk eləməməyi öyrədir. Daha da uğurlu olmağı öyrədir. Artıq o anlayış mənim üçün yoxdur. Tam səmimi deyirəm. Nərmin xanım, siz necə düşünün? Yəni Nərmin xanım yəqin ki, artıq o risk sözü gələndə artıq boş kimi gəlir ona. Universiteti yeni bitirmiş gənc iki xanım əgər hər şeyi gözə alaraq heç bir şeydən, yəni heç kimin dəstəyi, ailədən olan dəstəyi saymasaq, öz başlarına əgər bir iş qurmağa qərar verir və bu işi 13 ildə davam elətdirirsə, o deməkdir ki, zaten bu işin başına çox böyük riskləri gözə alaraq başlamışıq. Həm də təhsil mərkəzi olaraq, kurslar olaraq da yeni başlamışdı. Yəni insanların o qədər düşüncəsi belə də çox geniş yayğın deyildi, çox geniş yayılmamışdı. İnsanların düşüncəsi elə idi. 2 dənə gənc, 20 yaşlı yeniyetməyə insanların güvəni yox idi, inam yox idi. Eyni anda çox şeylə mübarizə aparmışıq, amma bu yəni pis mənada demirəm də, yəni mənfi tərəfdən demirəm mübarizə aparmışıq. Yəni özümüzü sübut eləmək üçün çox çalışmışıq. İndiyə qədər də mübarizə aparırsınız. Bəli, davam eləyir. Çünki artıq rəqibləriniz də çoxdur və üstün olmağa, daha yaxşı nə ola bilər ona can atırsınız. Mən birazdan həyatda yaşanan hər bir şeyi, yəni pis bir hadisə yaşasanız belə onun yaxşı tərəfindən baxmağa çalışmaq lazımdır. Yaxşı tərəfindən də ən azından mən bu sayədə təcrübə qazandım. Bəli. Söhbətimizi davam etdirəcəyik. Sadəcə qısa bir aramız olacaq. Mən xatırlatmaq istəyirəm ki, sağlam təhsilə siz proqramımızı davam etdirəcəyik. Mən bu arada Rabitəli Nitq Reabilitasiya Mərkəzi haqqında məlumat vermək istəyirəm. Əslində müasir dövrdə valideynlər tez-tez uşaqlarının gec danışmasından, nitq qüsurlarından şikayətlənirlər və ona görə də tez bir zamanda istəyərdim ki, siz də müraciət eləyəsiniz. Məhz Rabitəli Nitq Reabilitasiya Mərkəzinə 050 867 27 43 Instagram səhifələri də var. Rabitəli _nitq. Təbii ki, bir çox səbəblərdən olur və həkim loqopedlər sizin uşağınızla ayrıca hazırlanan fərdi məşqlərlə bu problemləri aradan qaldıracaqlar. Erkən müdaxilə mütləq şəkildə vacibdir. Nitq qüsurlarından da əlavə autizmlə də təbii ki, autizm uşaqlarla da həkimlər məşğul olacaqlar. Terapiyalar məhz bu uşaqlara həyata keçiriləcək. Davam etdiririk söhbətimizi. Əslində bugün həqiqətən də çox uğurlu həyat hekayəsini danışan bir qonaqla görüşürük və proqramımızda Sən Birsən layihəsinin təsisçisi, həkim cərrahdır, ixtisasca Fəridə xanım Quluzadədir və eyni zamanda World Karyera və Peşə Mərkəzinin icraçı direktoru Nərmin Mustafayevadır və Fəridə xanım hal-hazırda bizə artıq bu layihəni biraz daha geniş şəkildə izah eləyəcək. Sən Birsən. Bu məncə açıqlamaya ehtiyacı olan bir cümlədir, söz birləşməsidir. Sən Birsən ümumiyyətcə insanın gücünə inanan beyin mərkəzidir. Sən Birsən əsas məqsədi
Azərbaycanda insan kapitalının gücləndirilməsi. Böyük səslənir, biraz belə iddialı səslənir, amma əslində çox sadədir. Bunu eləmək çox asandır mənim üçün. Nəyə görə fikirləşirəm bu yanaşmam üçün? Çünki insan kapitalının əsas vahid strukturunda kim durur? İnsan. Bir insanı gücləndirdinsə, gücünün fərqinə vardısa, özünü tanıdısa, uğurlu oldusa, insan kapitalı da güclənəcək. İnsan kapitalı gücləndiyi yerdə həm ailədir, cəmiyyətdir, dövlətdir, hamısı güclənəcək. Ona görə də sənin bütün layihələri bu nöqtəyə birləşir. Azərbaycanda insan kapitalının gücləndirilməsi. Uğurlu insanın yanında hər kəs ola bilər. Bəli. Amma o insana deyərdim ki, həqiqətən bu ilk vaxtlarda ki, sizinki məsələn yanında həm də onu dəstəkləyən, həm də bu məsələdən və ya bu layihədən onu çəkindirən bəzi insanlar da təbii ki olmamış olmur və qəhrəman o insandır ki, həqiqətən bütün bu hər iki kateqoriyada olan insanlara baxmayaraq öz işinə davam eləyir və irəliləyir. Maraqlıdır. Daha çox sizi dəstəkləyənlər oldular, inananlar oldu, yoxsa bax bir ilk cümləniz dediniz ki, uğurlu, məsələn, işləyirdin. Uğurlu insan. Birincisi, əgər biz ümumiyyətcə standartlara baxsaq, insanların yanaşmasında uğuru adətən pulla ölçürlər, maddiyyətlə ölçürlər, düzdürmü? Mənim layihəmin maddi tərəfinə baxsalar, deyirlər ki, heç elə uğurlu deyil. Çünki bugünə qədər layihələri sadəcə fikirləşirəm, icra edirəm, produktlarımı çıxardıram, yola çıxmışam, networking əlaqələri yaradıram. Bu tərəfdən onların gözü ilə o qədər də uğurlu olan bir layihə görünməyə bilər. Bəli. Amma bir də bu layihəyə mənim gözümlə baxın. Bilirsiniz, var qısa müddətli nəticə əldə eləmək istəyən layihələr, var uzun müddətli. Mənim layihəm ilk gündən ümumiyyətcə uzun müddətli, amma daha çox insanları əhatə edə bilən, daha çox insana fayda verə biləcək bir strategiya olaraq düşündürülüb. Ona görə də bu gün mənim layihəmin monetizasiyası güclü olmasa da, struktur olaraq gedişatı, yönü, feedbacklər olsun, geri dönüşləri olsun fikir olaraq çox gözəl gedir və o da məni daha da ruhlandırır. Əslində qısa bir müddətə görə bu çox əla bir nəticədir. Mən sizə bir şey deyim, insana hər zaman bu həyatda insan lazımdır. İlk Allah lazımdır, ikinci insan lazımdır. Çox insanlar bilmirəm niyə elə fikirləşirlər ki, qəribə bir pessimist düşünürlər ki, o insanlar pisdir, insanlar istifadəçidir, insanlar fürsətçidir, insanlar adamın önünü, məsələn dedizcə, bəli, kəsən, baryerlar, nə bilim, mən inanın mənə ki, əgər elədirsə belə, mənim fokusum orada deyil. Siz dediniz ki, insanlar olmadı, qabağınıza alan, nəsə, niyə olmadı ki? Amma heç yadımda belə deyirlər. Bax, tam səmimi inanın mənə. Çünki həmən an mən artıq yolumu davam elədim, onlardan ayrıldım. Bu qədər. Birincisi, heç kim sizi ya da məni sevmək məcburiyyətində deyil, dəstəkləmək məcburiyyətində deyil. Bu gözləntiləri yığışdıraq. Bu gözləntilər bizi onlardan qırır. Bu mənim layihəmdir, güc mənə düşür. Bu normal bir şeydir. İkincisi, hər zaman mənim layihəmə bugünə qədər çox insanlar gəlib gedib. Hamısına bir yöndə baxıram, minnətdarlıq yönündə. Sağ olsunlar, var olsunlar, sözü ilə, cümləsi ilə. Çay tökmüşəm, çayı dəmini eləyib. Kimsə gəlib qapını açıb, fərqi yoxdur. Onlar bunu eləməyə də bilərlər. Onlar mənə inanıb, mənim layihəmə hörmət eləyib, mənim missiyama hörmət eləyib bunu eləyiblər. Eləməyə də bilərlər. Ona görə mən onların hamısına buradan, çox sağ olun Samirə xanım, hamısına, mənlə indi olanlara da, olmayanlara da
hamısına minnətdarlığımı Minnətdaram. bildirirəm. Sizi siz edəndir. Onlar eləməyə də bilərdilər, amma hər biri mənim layihəmə bir nöqtə də olsa gücləndirdi, bir şey qatdı, getdi. Təşəkkürümü bildirirəm. Mən istəyirəm ki, biraz daha geniş danışaq layihə ilə bağlı. Siz bir balaca dediniz ki, ən çox uğur qazanmaq üçün, hətta biz mövzuları belə efirdən kənar danışarkən mövzuları belə inşallah gələcəkdə hansı mövzular daha çox işıqlandıraq, daha faydalı hansı mövzularda ola bilər dinləyicilərimizə. Dediniz ki, mən uğurla bağlı danışmağa daha çox üstünlük verərəm, sevgi ilə bağlı. Bəli. Elə bir mövzulara toxundunuz ki, əslində doğrudan da insanların daha çox maraqlandıran mövzulardır, aktual mövzulardır, karyera ilə bağlı və mütəmadi olaraq mən belə başa düşdüm, hər həftənin çərşənbə günü burada çox möhtəşəm bir proqramı dinləyicilərimiz Sağlam Təhsildə. Və bir sualım olacaq sizə ki, deməli ilk vaxtlarda onun yanında onu tanıyanlar olur da. Bu heç şübhəsiz belə olur. Ona inananlar, onu tanıyanlar. Yəni dostlar da, tanışlar da. Yox Samira xanım. Amma sonradan ətraf axı necə məsələn nə çox qəribədir, düzdürmü? Yox deyirəm. Niyə görə yox deyirəm? Deyim sizə. Çox maraqlıdır ki, bir müddət sınanırsan Allah tərəfindən, niyyətin sınanır. Yolun qətiyyətli olduğunu, geri dönüşü olmadığı sınanır və bir anda görürsən ki, artıq o yolu keçdin sınağı. O yolu keçəndə artıq sənin qabağı var, sənə ən lazımlı. Hər kəsin, o insan sənin qabağına çıxa bilməz. Sənə dəstək ola bilməz. Ona salam belə verə bilməzsən. Dedikləri insanlar bir-bir, baxın, bir-bir Allah o insanları sənin qabağına çıxardır. Və deyir ki, soruş, danış, nə sözün var idisə de. Baxın, bunu Azərbaycan reallığında bir yola çıxmış bir insan kimi, resursu az olan bir insan kimi deyirəm sizə. O insanlar heç tanımadığım, heç vaxt bilmədiyim, mən adi həyatda 5 il bundan qabaq bu insanın adını belə bilmədiyim bir insanlar mənə necə dəstək oldular Samira xanım? Mənim necə əlimdən tutdular? Məni necə dinlədilər? Saatlarca mənə necə yön göstərdilər? Bu nədir? Bu insanların yaxşı olmağının göstəricisidir. İnanın yaxşı insanlara. Yaxşı insanlara inanmazsanız onlar çıxmayacaq qabağınıza. Başa düşürsünüz? Siz nəyə, kimə inanırsınız? Ya yaxşı insanlara inanmalı, ya da hər bir insana biz yaxşı gözündən baxmalıyıq. O da məncə ola bilər. Yaxşı tərəfini birinci görmək. Stəkanın o deyirlər, həmişə çox gözəl bir misaldır ki, stəkanın dolu tərəfindən baxın, boş tərəfini görməyin və məsələn bir şey deyim. Stəkana tam olaraq baxın. Onun dolu və boş tərəfini yaxşı qəbul edərək baxın. Niyə? Boşluq olmasa siz o boşluğu doldura mı biləcəksiniz nərdiniz? Allah boşluğu belə, boşluq kimi yox, varlıq kimi verib ki, ora istədiyini doldura bilərsən. Arzularını doldura bilərsən, yeni bir məqsədlərini doldura. Stəkan dolu olsa, nə də olsa bu daşacaq, töküləcək, masa çirklənəcək. Amma o boşluğu yaradıb ki, Sabirə xanım, istədiyi və orada elə. O sənin üçün bir boşluq, bir varlıqdır. Onun fərqinə varmalısan. Yaxşı, Fəridə xanım, necə sınadı Allah sizi ilk vaxtlarda? Bəli, bəzən çox güclü sınadı. İnanın ki, işdən ərzəmi yazdım. Amma necə yazdım? Layihəmi vermişəm. Layihəm möhtəşəmdir. Layihəmin feedbacklərini almışam. Layihəm lazımlıdır, saytdır, iş həyatına inteqrasiya eləmək üçün. Gözəl yazılıb, hər şey əla. Bir insanlar çıxıb qabağıma, ən böyük insanlar deyiblər ki, yanındayıq Fəridə xanım, dəstək sənə. Bir ay keçir, bir həftə keçir. Layihə keçmir. İnsanlar da kömək eləyə bilmir. Özü də onlardan asılı olmadan səbəblərdən kömək eləyə bilmir. Qalmışam belə, bir saniyə oldu, 2-3 saniyə oldu ki, dedim ki, ay Allahım, bu nədir? Və dərhal özümü toparladım, dedim Allahım. Deməli, burada bir hikmət var. Deməli, bu yolumda olmalıdır belə. Bu daha da gözəl nəticə üçündür. Və yolumu davam elədim. Eyni pozitivdə, eyni insan. İnanın ki, o insanlara
nə bir olur belə meydan oxumaq, niyə elədiniz, niyə bunu elə, çox xahiş edirəm qətiyyən. Yaxşı tərəfdən. Elədi, alınmadı, çox gözəl, əla. Yolumu davam elədim. Bir həftə keçmədi Samira xanım. Onlardan da yaxşı insanlar qabağıma çıxartdı Allah. Onlardan da böyük fürsətlər qabağıma çıxartdı. Çünki inanmışdınız çox, bəli. İnanın, mən hətta bir şey deyim sizə. Mikrofona yaxın əyləşin. Risklər deyirsiniz, risklər. Risk deyilən bir anlayış yoxdur. Bugün bu olmadısa, daha böyük nəticə üçündür. Sadəcə onu səhv eləmirəmsə də Steve Jobs deyirdi ki, sən nöqtələri arxaya baxaraq birləşdirə ancaq bilərsən. O risk dediyinizi biraz keçsin zaman, arxaya baxanda görəcəksiniz ki, nə risk? O fürsətlər idi. O sizi daha da doğru yönə çəkmək üçün bir ayrıcımlar, siz nə danışırsınız? Elə bir şey yoxdur. Olmalıydır ki, sən daha da mükəmməlinə çatasan, daha da yaxşı, səhv eləməyəsən. Ona görə Nərmin xanım, risk anlayışınızı çıxardın. Nərmin xanım, sizdə çətinliklər çox oldu? Sizə daha çox inananlar təbii ki oldu. Amma həm də mən çətinlik çox, mən bəzən xanımlar, əsasən xanımların uğur hekayələrini bir çoxunu dinləyəndə başa düşürəm ki, bəzi xanımlar var ki, çox da bugünkü hala gələ bilmələri üçün, uğur qazana bilmələri üçün çox daha böyük şeylər eləyir, çox daha böyük fədakarlıqlar. Onlara baxanda mən öz hekayəmlə müqayisə edəndə mən deyə bilmərəm ki, mən çox böyük əziyyətlər çəkmişəm, çox böyük nələrlərsə mübarizə aparmışam. Çünki ən önəmli bir şey, mənə güvənən insanlar var idi. Yanımda həmişə mənə dəstək olan insanlar var idi. Mən bu yolda gedərkən yoldakı daşları təmizləyən insanlar var idi. Ailəm yanımdaydı, sevdiklərim yanımdaydı və hər zaman mənə dəstək olublar. Bu çox böyük bir şansdır mən tərəfdən. Ona görə yəni mən deyə bilmərəm ki, əlbəttə ki, mənim də öz işimlə bağlı, işimə başlayanda müəyyən çətinliklərim olub. Amma bir çox uğur qazanmış xanımın hekayəsini dinləyəndə belə başa düşürəm ki, mən onlara nisbətən daha şanslı olmuşam. Bir də şansla bağlı yaxşı bir məqama təşəkkür edirəm Nərmin xanıma ki, bu məqama toxundu. Əslində hər bir insanın deyirlər ki, şansı var. Heç olmasa həyatında bir dəfə o şansdan, yəni şans çox güclü bir şans verilir və ondan yararlandı. Yararlanmadı artıq səhvdir. Gözəl. Niyə görə gözəl? Adətən ümumiyyətcə dünyada belə bir anlayış var ki, 40-a qədər insan uğuru bacarığı ilə, biliyi ilə qazana bilər. 40-a qədər. Bəli. 40-dan sonra isə, əgər qazanmadısa bilgi ilə və s. çətin orada bir çox dəyişim olar. Amma 40-dan sonra insanın qabağına çox yox, 2-3 dənə şans gəlir. Çıxır. O şansları dəyərləndirdin. O söz var, çox sevirəm o sözü. Cəsarətin varmı? Cəsarətin olduysa, onu dəyərləndirdinsə, o yolda qətiyyətli oldunsa, bir də inam olaraq büdürəmədinsə, uğur qaçılmazdır. O şanslardan istifadə edərək 40-a qədər eləmədiyi 1-2 ilə eləyə bilərsən. Amma insan özünü də deyəsən axı potensialı da buna imkan verməlidir də. Potensial. Biz kənardan indi bizə qulaq asırlar, deyirlər ki, yəni razısınız da, dinləyicilərimizdə müxtəlif fikirlər səslənə bilər ki, əgər bu insanın qabında yoxdursa, belə deyək, bacarığı yoxdursa, bunu necə biz itələsək də belə qabağa getməyəcək axı, yəni biz çox gözəl. Samira xanım, ən gözəl bir şeydir çox. Birincisi, çox insanlar elə bilir ki, uğurlu insanlarda nəsə var ki, onlarda yoxdur. Onların gücü daha çoxdur, onların potensialı daha çoxdur, onların imkanları daha çoxdur, məndə o yoxdur. Bir də son illərdə bir söz də qoşulub, genetikasında bu var, kodla. Gen kodunda var. Belə bir güc insanlara eyni bərabərdə ədalətli olaraq Allah tərəfinə verilib. Bölünüb deyirsiniz. Amma hər insana fərqli yöndə güc verilir. Yönlər fərqlidir. Gücün miqdarı eynidir. Birinə bilgi tərəfdən güc verilib, birində müşahidə tərəfdən, birində analiz, birində bacarıq, birində kommunikasiya, birində puzzle'ları doğru
tutdunuz məsələni. Bəli. Əsas məsələ odur ki, sən bilsən layihəsinin prioritet məqsədlərdən biri də odur ki, insanı uğura tam çatdırmaq üçün ancaq o yönünü bilməlidir. Hansı yöndə onun ən güclü tərəfidir. Özünü tanımayan, güclü tərəflərini bilməyən, təqdim etməyi bilməyən bir insan uğurlu ola bilməz. Yox, bu özünü kəşf eləməlidir, yoxsa Ay, gözəl. Özünü kəşf Çətinlik çəkə Siz bilər. bilirsiniz nə deməkdir? Özünü ilk öncə bir buna başa salmaq lazımdır ki, sənin reallığında ən önəmli sənsən. Pul yox, qonşu yox, valideyn yox, sənsən. Sənin reallığını yaradan, səni uğura çatdıran, səni heç vaxt qınamayan, səni atmayan, sənlə bərabər olan bir varlıq varsa da o da sənsən. Ona görə də onu tanımayı, onun hər şeyini birinci özünü tanı. Güclü tərəflərini bil. hər insan bunu bacarar? O yola çıxanda sən bilsən niyə yarandı? O insana o fərqindəliyi yaradıb və ona o təkamü vermək. Müxtəlif yollarla. O ki, fokusu özünə yönəltdik. Başladı özünü kəşf etmək. Çünki özünü tanımayan insan nə özünə, nə ailəsinə, nə cəmiyyətə, nə dövlətinə faydalı ola bilməz. Bilməz. Bəli. O insanın bilgisi olsa belə, o bilgini istifadə edə bilməyəcək. Onu işini düz seçməyəcək, peşəsinə düz getməyəcək. Orada da işləyəcək. Amma orta uğur hekayəsi yaza bilməz. Sənə aid olan ancaq xüsusiyyətlərin sən qabağa gedə bilərsən. Niyə mən cərrahiyyəni atdım? Niyə ərzəmi yazdım? O qədər mi ağılsızam? Təbii ki, yox. Cərrahiyyədə məni əvəz eləmək olar. Əvəz olunanam. Amma bu enerjimdə, bu insanlara toxuna bilməkdə, onları hərəkətə keçirtməkdə mən burada əvəz olunmazam. Mən insanlara o yönüm lazımdır. Allah onu verib ki, Fəridə, get onlara sən eləyə biləcəksən. O pozitivlə, onlar səni hiss eləyəcəklər, qorxma. Ona görə düşünmədən oranı bitirdim bu işimi, keçdim bu yönümə. Siz də özünüzün əvəz olunmaz cəhətini, o tərəfinizi tapmadan, onu təqdim etməyi bacarmadan, o yönə, o yola çıxmadan o uğur hekayəniz var, sizə ləzzət eləyəcək. Onu yaza bilməyəcəksiniz. Fəridə xanım, siz Bəli. o ərizəni elə-belə yazmamısınız. Bəli. İşdən çıxarkən Təbii də. ki. Mən belə düşünürəm sizə qulaq asdıqca ki, siz özünüzə kimisə ikona kimi də seçə bilərdiniz. Bəlkə də oradan da irəli gəlib bu yola çıxdınız. Yəni oldumu belə Yox. bir şəxs və Yox. yaxud da ki, yox? Mənim hər zaman mənə bir sual verirlər. Fəridə xanım, bu enerji mənbəyiniz nədir, kimdir? Bu motivasiya mənbəyiniz kimdir? Bu siz dediniz, bu iki onu Aha. insanlar Allah boyda motivasiya, güc, təmənnasız dəstək, təmənnasız necə varlıq, böyük bir varlıq olan yerdə siz insanlar arasında mı axtarırsınız onu? Siz nə danışırsınız? Siz səhvsiz. Allah varkən artıq heç kimə və heç nəyə ehtiyac yoxdur. Birinci onu götürəcəksiniz, ondan dəstək alacaqsınız. Çox sıx-sıx düşündünüz bu barədə. Bilirsiniz necə? Onu mən heç kim yenə deyirəm. Onun insanları, o insanları sevərək yaradıbsa, sevərək yaratdığı varlığını o uğurlu görmək istəyir. Onu xoşbəxt görmək istəyir. Ona verdiyi yönünü inkişaf elətdirmiş görmək istəyir. Və o yöndə də başa düşdüm ki, bu işimi eləsəm Allaha xoş gedəcək birinci növ. Və orada da şübhələrim qaldı və yola çıxdım. O zaman sən birsən layihəsi haqqında biz indi proqramımız çox az bir müddətdə, yəni Bəli. efirdə olur, amma kifayət qədər də danışılası məqamlar da var. Sən birsən layihəsindən necə yararlanmaq olar? Kimlər sizə qoşula bilər və necə Instagram səhifəsi ilə bəlkə bu Bəli. daha rahat olar, yoxsa sizə necə uyğundur? Məsələn, hər kəs bizə indi qulaq asın. Bu Bəli. təlimlərdə sizin özünüz şəxsən verirsiniz bu təlimləri, Deməli, yoxsa sən bir sənin bir neçə, ümumiyyətcə layihənin bir neçə istiqaməti var. Aha. Bu
Bu gün sırf niyə görə keçmədim o Yox, istiqamətlərə? bugün bir Sadəcə giriş məlumat, etdik, bəli, bəli. giriş elədim ki, ümumiyyətcə bilsinlər sən bir sənin məqsədi nədir? Kimə hədəflənib? Sən bir sənin bir neçə layihələri var. Bir istiqamətdən biri insanları, bilikləri az olan, resursları az olan, təcrübəsi az olan insanları uğura, işə inteqrasiya eləmək üçün bir sayt düşünmüşük. O sayt çox innovativ bir saytdır. Növbəti verilişlərimizdə mütləq birini sırf ona ayıracağam. Bu sayt haqqında reklamlardan sonra danışaraq daha geniş Olsun. təfərrüat ilə dinləyicilərimizin diqqətinə çatdırmaq istəyirəm. Qonağımız bu gün Sən Birsən layihəsinin təsisçisidir. İxtisasçı həkim cərrah olan Fəridə Quluzadə və World Kariyer və Peşə Mərkəzinin icraçı direktoru Nərmin xanım Mustafayevadır. Qeyd etdiyimiz kimi bu gün sağlam təhsildə iki maraqlı qonağımız var. Sən Birsən layihəsinin təsisçisidir Fəridə xanım Quluzadə və World Kariyer və Peşə Mərkəzinin icraçı direktoru Nərmin xanım Mustafayeva və biz bu gün hər insanın uğurlu ola bilməsindən danışırdıq və təkcə bu mövzuları əhatə etməyəcəyik. İnşallah hər həftənin 3-cü günü burada sizin üçün maraqlı mövzular tərtib edəcəyik və Fəridə xanımla bu silsilə proqramları bərabər şəkildə aparacağıq. Sağlam təhsil sizi xoşbəxt gələcəyə aparan qapı. Dinləyicilərimiz soruşur ki, bu təlimlərdə iştirak edə bilərmi, necə, nə cür? Sən Qısa. bir sənin təlimləri var. 1, 2 saytımız olacaq. 3 açar sənsən bir insanı uğura çatdıran tədris proqramı fikirləşmişik. Bu 3 istiqamətdə müxtəlif layihələrimiz var. Məncə bu gün sən bir sənin ümumi əsas məqsədim o idi ki, tanıtım xarakterli. bəli, məqsədini çatdırmaq, niyyətimi, özüm kim olduğumu. Çünki layihədə əgər bir layihəni insanlar üçün eləyirsənsə də kim elədiyi çox önəmlidir. Onun niyyəti və s. Ona görə bugün biraz özümə çox vaxt ayırdım. Gələn dəfə inşallah bir-bir həm təlimlərimizdən, həm saytımızdan, həm o düsturdan yeni fikirləşdiyimiz açar sənsən. O bir möhtəşəm bir. Açar sənsən. Adını başa düşdünüz də. Aha, bəli. Açar sənsən. Vurğu birdir. Bir insanı uğura çatdırmaq bu qədər. Ona görə bir-bir onlardan danışacağıq, izah eləyəcəyik və kimə maraqlıdırsa Instagram səhifəmiz var. Sənbirsən.az Instagram səhifəmiz var. Ora baxa bilərlər. Networkingimiz var. Bir-bir onlardan danışacağıq hər dəfə. Amma bu günlük məncə sizə minnətdarlığımı bildirmək istəyirəm. Biz təşəkkür edirik. Gəlmisiniz, qonaq Samir olmusunuz. xanım, çox möhtəşəm bir xanımsınız. Təşəkkür edirəm. Tam səmimi deyirəm sizə. Yəni ümumiyyətlə mən də bir bu xüsusiyyətim var ki, insan mənim üçün önəmlidir. O enerjini mən bəlkə də sizdən doğrudan bu gün çox aldım. Həqiqətən gün ərzində o enerji mənə kifayət eləyəcək. Çox sağ olun buna görə də. 2 gün olsun. Samir xanım, sizə minnətdaram. Çox sağ olun, var olun. Mən düşünürdüm gələndə ki, nə olacaq? Necə bu hər həftə necə işləyəcəm hansı bir insana? Çox rahat çıxıb gedirəm. Çox şad oldum sizlə tanış olmağa ümumiyyətlə. Mən də təbii ki, Fəridə xanım, qarşılıqlıdır bu münasibət. Həqiqətən sizə işinizdə uğurlar arzulayıram. Mən düşünürəm ki, biz bugünkü proqramımızda biraz tanıtım xarakterli bir proqram tərtib edib təqdim etdik və bundan sonra danışacağımız mövzularda çox faydalı olacaq dinləyicilərimizə. Əsas olaraq onların yanlarında onları tək qoymayacağıq və bilsinlər ki, hər kəs bu dəqiqə bizə qulaq asır, bəzən də oradan özünü tək hiss eləyən, əslində ətrafında çox insan ola bilər insanın, amma daxilən özünü tək hiss eləyən, tənha hiss eləyən insanlar da var ki, biz onlara məqsəd olaraq kömək etməliyik məncə. Niyyətimiz odur. Bəli. Məqsədimiz də odur. Bəli, ən əsas da qeyd etdik ki, cəsarətdir, inadkarlıqdır, inamdır, bütün bunlar hamısı sizə uğura, hərəkətin özüdür, bəli, uğura aparan yolda. Belə, yekunlaşdırdıq bugünkü sağlam təhsilimizi. Nərmin xanım, sizə də minnətdaram. İşinizdə uğurlar arzulayıram. Xaricdə təhsillə bağlı işləriniz davamlı olsun. Mən bilirəm ki, qeydiyyatlar davam edir və hər kəs də müraciət edə bilər. Hər kəsə təşəkkür edirəm. Çox maraqlı idi sizi dinləmək. Qarşılıqlı olaraq müzakirənizi qulaq asmaq. Arada bir mən də öz fikrimi bildirdim. Çox maraqlı bir veriş oldu. Təşəkkürlər. Çox sağ olun. Minnətdarıq və sabah da maraqlı bir qonağımız olacaq. Maraqlı bir mövzu ilə qarşınızda olacağıq. Özünüzə yaxşı baxın. Hələlik sağ olun.